Məsələlərlə bağlı bu günləri fikir ayrılığı mövcuddur. Hələ də tam tənzimlənmə əldə edilməyib və xüsusilə də İrəvan-Moskva siyasi münasibətlərinin gərginliyi fonunda bu günləri Paşinyan, həmin o təhlükəsizlik məsələlərlə bağlı Rusiyanın kənarda qalmasında israrlıdır. Amma hadisələr bugün dünyada elə sürətlə inkişaf etməkdədir ki, bugün Paşinyan belə deyir, amma Paşinyan bu günləri Parisi su yoluna döndərib, tez-tez gedir bu ölkəyə. Amma istisna deyildi ki, yeni reallıqda o Parisi yox, Moskvanın su yoluna döndərsin. Tez-tez Putin qəbuluna geçsin. Bu da istisna deyil. Çünki bilirsiniz ki, bugün Birləşmiş Ştatların yeni rəhbərliyi Trump administrasiyasının yeritdiyi siyasət nəticəsində ənənəvi müttəfiqlik və ənənəvi dünya düzənində ciddi artıq çatlar əmələ gəlir və yeni reallıqlar ortaya çıxır. Məsələn, ənənəvi olaraq ABŞ və Avropa İttifaqı müttəfiq idisə, bugün bir çox hallarda əks tərəflər kimi çıxış edirlər. Və xüsusilə Ukrayna böhranı fonunda mövqelər tamamilə bir-birinə ziddir. Hətta ABŞ-ın yüksək vəzifəli şəxsləri, yəqin ki, Trumpın xeyir duası ilə ABŞ-ın BMT-dən çıxması, hətta NATO-dan çıxmasına kimi məsələlər dilə gətirirlər ki, bunu bir zamanlar söyləsəydin, deyərlər ki, bu insan ağlını itirib. Amma bugün bu söhbətlər gəzməkdədir. Və belə olan halda bir şeyi nəzərdən çıxarmayaq ki, Trump administrasiyasının Paşinyan hökumətinə münasibətinin yaxşı olması ilə bağlı müsbət heç nə demək mümkün deyil. Niyə mən belə hesab edirəm? Bu yaxınlarda fevralın 28-də Prezident Zelenskinin Ağ Evdə dərdimiz aldı, Trumpla görüş oldu. Ona fikir verdiniz, ölkənin ikinci şəxsi, vitse-prezident Vance belə bir söz xatırlatdı. Dedi, siz gəlmişdiniz, Zelenski dedi, gəlmişdiniz Pensilvaniya ştatına. Pensilvaniya ştatında orada çıxışlar edirdiniz və bizim rəqibimizi, düşmənlərimizə dəstək verirdiniz. İndi də gəlib Ağ Evdə oturmuşsunuz. Fikir verirsiniz, onlar üçün seçki dövründə kimin yanında olmağının böyük əhəmiyyəti var. Və çox ciddi prinsipal yanaşırlar. Ki, Zelenski Pensilvaniyaya gəlib, Pensilvaniya yeri gəlmişkən Admiral Penn'in adınadır. Admiral Penn o zaman getdi Almaniyada mühazirələr gətirdi ki, bu ərazini yaşasınlar, onlara akırlan torpaqlar verirdilər və Penn'in adı ilə, o da milliyyətçi Alman idi, Penn'in adı ilə ona Pensilvaniya deyirlər və yeri gəlmişdən Trump'ın da nəsli Almandır da, biz kökü Alman mənşəlidir. Yəni Pensilvaniyaya gəlib, yəni mənim babalarımın ruhunun olduğu, babalarımın dəf olunduğu, babalarımın saldığı məmləkətdə, məsələ bu cür qiymət verin. Yəni Trump deyir, mənim babalarımın saldığı məmləkətdə sən gəlib mənim düşmənlərimlə birlikdə mənim əleyhimə təbliğat aparmışdın. Bunu Zelenski deyirlər. Bu cür çılpaqlığı ilə demirlər, amma həmin məna çıxır, xatırladırlar. İndi gəl eyni məntiq ilə baxağın. Paşinyan seçki marafonu dövründə Birləşmiş Ştatlarda dəfələrlə deməli demokratlara qarşı olan rəğbətini ifadə edib və Biden administrasiyasından çox yaxın idi və Kamala Harris'in seçilməsinin təbliğatını da aparıb və eyni məntiqlə yanaşanda və bu məsələdə həssas məsələdir Trump administrasiyası üçün və deməli Trump'a gəlib söyləyirlər ki, necə sən Zelenskinin o zamanki fəaliyyətini tənqid edirsən ki, bizim əleyhdarımız olmuşsan və eyni siyasəti Paşinyan həyata keçirir. Deməli, Paşinyan bunun fərqindədir və Paşinyan Trump'dan özünə münasibətdə müsbət heç nə gözləmir. Yəni, bunu əksin fikirləşəyən. Azərbaycana Trump'ın münasibəti necə ola bilər? Yaxşı, müsbət. Niyə? Azərbaycan prezidenti hələ keçən illər, hələ seçki kampaniyası hələ gedizdir. Hələ seçkilər noyabrda olacaq. İyul ayında Şuşada, 2-ci media forumda demək olar ki, açıq mətndən Trump'a olan rəğbətini ifadə elədi. Trump'ın seçkilərdə qalib gəlmə şansını yüksək qiymətləndirdi. Bəlkə də dünyanın yeganə ilk prezidenti oldu ki, Trump'ın 100% qalib gələcəyinin anonsunu verdi. Və bunu da müxtəlif kanallarla, müxtəlif yollarla Trump'a da çatdırırlar. O da fərqindədir ki, kim özünü necə aparır və kimin münasibəti necə olub. Həm də cənab prezident dəfələrlə çıxışlarını vururlar ki, Trump'ın birinci hakimiyyət dövrünü biz xatırlayanda çox məmnunluq hissi ilə xatırlayırıq. Çünki həmin dövrdə bizim münasibətlərimiz strateji xarakter kəsb edib, fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşüb, xüsusilə beynəlxalq sülhə və təhlükəsizliyin təminatına töhfə, beynəlxalq enerji təhlükəsizliyin təminatı, Birləşmiş Ştatların müttəfiqlərinin enerji təminatı məsələlərində Azərbaycan böyük rol oynayıb. Terrorizmə qarşı mübarizə məsələlərində ABŞ-ın yanında ən yaxın tərəfdaş kimi yer alıb. Əfqanistandan
sülh məramlı missiyalar çıxarılarkən, antiterrorizmə qarşı olan missiyalar çıxarılarkən sonuncu çıxanlardan biri Türkiyə və Azərbaycan idi. Yəni bunlar hamısı nəyin göstəricisidir ki, biz beynəlxalq sülhün və təhlükəsizliyin təminatında ABŞ-ın yanında yer almışıq. Və eyni zamanda Trump administrasiyası ilə bizim çox yaxşı münasibətlərimiz olub. Və indi həmin münasibətlərə söykənərək biz indiki mərhələdə də, indiki dövrdə də əlaqələrin inkişafına maraqlıyıq və cənab prezident bütün mövqeyi, bütün çıxışları hamısı çatdırılır qarşı tərəfə və həm də çox gözəl bilir ki, Azərbaycan prezidenti həmişə Biden administrasiyasının siyasətini tənqid edib, onların ikiyüzlü, riyakar siyasətinin mahiyyətini açıb, faktlarla, argumentlərlə ortaya qoyub, həm də Trump cəsarətli siyasətçiləri həmişə dəstəkləyir. Cəsarətli. Azərbaycan prezidenti çox cəsarətli siyasətçidir. Açıq şəkildə fövqəladə dövlət onun liderlərinin Biden administrasiyasını çox kəskin şəkildə tənqid edib ki, onların yeritdiyi o yaratma siyasət sayəsində bu Ermənistan dövləti, onun bu xunta rejimi özünü sərbəst, rahat hiss edib və Azərbaycana qarşı iddialarına çəkinməyib. Bunun üçün Vaşinqton yaşıl işıq yandırıb. Biden administrasiyası münbit şəraiti təmin edib. Bunun hamısı çatdırılır Trumpa, Vensə çatdırılır və ölkənin digər rəsmi şəxslərinə çatdırılır və onlar da görürlər ki, kim kimdir. Kim kimdir və bu baxımdan da Azərbaycan prezidentini hesab edirəm ki, Birləşmiş Ştatların yeni administrasiyasının çox müsbət mövqeyi var. Azərbaycan prezidentinin qalib prezident kimi qəbul edirlər və ümumiyyətlə qeyd etdiyim kimi Trump özü kifayət qədər xarizmalı şəxs olduğundan dünyada xarizmalı liderləri həmişə dəstəkləyir. Məsələn, fikir verirsən, o liderləri bəyənmir ki, onlar kişiyanə hərəkət eləmirlər. Mən sizin efinizdə hələ yumuşaq ifadələrdən istifadə edirəm. Kişiyanə hərəkət eləməyən prezidentləri Trump administrasiyası qəbul etmir. Öz etirazını bildirir və Fransada keçirilən o son Olimpiya oyunlarından bağlı Birləşmiş Ştatlar rəhbərinin tutduğu mövqedən xəbəriniz var ki, liberalizmi əxlaqsızlıq səviyyəsinə indiriblər. Liberalizm və əxlaqsızlıq sanki sinonim sözləri çeviriblər. Kim buna müqəssirdir, kim məsuliyyət daşıyır? Biden administrasiyası və onun Fransada və digər ölkələrdəki əshabələri.